Salam, xoş gördük müəllimlər. Deməli, təzyiq mövzusuna aid çox qəşəng, maraqlı və bir o qədər də çətin bir sualın izahına baxırıq. Bildiyimiz, yəni bu tip suallar çoxdur, görmüşük. Qabı tərsinə çevirdiyimiz zaman qazın təzyiqi, mayenin təzyiqi filan necə dəyişir? Bunları artıq bilirik və biraz da əzbərləmişik o tip sualların cavablarını. Amma bu sualda o əzbərlədiklərimizin, yəni bu sualı üçün keçmədiyini indi görəcəksiniz. Sualda deyir ki, sürtünməsiz və çəksiz olan porşen ilə qurulan şəkildəki sistemdə K nöqtəsindəki təzyiq 3P, L nöqtəsindəki təzyiq 4P-dir. Buna əsasən qab tərsinə çevrilərsə K və L nöqtələrindəki təzyiq neçə P olar? Deməli, bizə məsələdə deyir ki, burada K nöqtəsindəki təzyiq 3P-dir. Bu K nöqtəsində təzyiqi yaradan qazdır. Qazlar təzyiqi hər yerə bərabər ötürürdü. Deməli, əgər bu K nöqtəsindəki təzyiq 3P idisə, bu porşenin üzərində də qazın yaratdığı təzyiq 3P-yə bərabərdir. L nöqtəsindəki təzyiqi isə bizə 4P olaraq verir. Baxın, L nöqtəsinin üzərində nə var? L nöqtəsinin üzərində həm maye var, həm də onun üzərində qaz var. Burada porşen də var, amma porşen çəksizdir. Onun yaratdığı bir təzyiqi yoxdur burada. Onu nəzərə almırıq. Bu L nöqtəsinin üzərində deyək ki, burada H hündürlükdə bir maye var. Deməli, L-dəki təzyiqi yazdığımız zaman nə yazırıq? L-in üzərində həm mayenin yaratdığı bir təzyiq var, yəni ρGH var, həm də üzərində qazın yaratdığı bir təzyiq var. Bizə L nöqtəsindəki təzyiqi 4P veriblər. Bu ρGH ilə qazın yaratdığı 3P-nin cəminə bərabərdir. Deməli, buradan alırıq ki, ρGH hasili P-dir. Yəni, H hündürlükdəki bu mayenin L nöqtəsinə yaratdığı təzyiq P-dir, qalanı isə qazın yaratdığı 3P-dir, toplam 4P-dir. İndi bu qabı tərsinə çevirdik. Təbii bu qabı tərsinə çevirdiyimiz zaman nə olacaq? Qaz aşağıda olacaq. Bax, qaz aşağıda olacaq. Maye isə yuxarıda olacaq. Artıq L nöqtəsi buradadır, K nöqtəsi buradadır. Yaxşı, burada indi nə baş verər? Deməli, bax, maye hissəsi bura keçib, qaz hissəsi isə aşağıdadır və maye sütunun hündürlüyü əvvəl H idi, yenə də H olaraq burada maye sütunun hündürlüyü var. Yəni mayenin həcmi burada dəyişə bilməz. Çünki qabın içərisinə maye əlavə etmədik, oradan da maye çıxarmalıyıq. Sadəcə qabı tərsinə çevirmişik. Yəni əvvəl nə qədər maye vardısa, yenə də o qədər maye var və qabın forması da dəyişmədiyi üçün, yəni düzgün bir qabdır, tərsinə çevirdik. Əvvəl H qədər hündürlükdə maye varsa, yenə də H qədər hündürlükdə maye olacaq. O zaman həmin bu mayenin bu porşenin üzərində yaratdığı təzyiq yenə də P olacaq, ρGH-dan. Aşağıda qaz vardı. Qazların təzyiqi nədir? Qazların təzyiqi isə həcmi ilə tərs asılıdır. Yəni, əgər qazı sıxırsansa, təzyiqi artır, qazı genişləndirsənsə, təzyiqi azalırdı. Yaxşı, bu qaza biz heç bir şey etmədik. Yəni, burada suyun həcmi dəyişmirdi. O zaman buradakı qazın həcmi də dəyişməyəcək. Demək ki, qazın həcmi də eyni qalacaq. Siz indi bunu düşünə bilərsiniz. Bu maye əvvəl birinci halda aşağıdaydı. Yuxarı bir təzyiq göstərə bilmirdi bu maye. İndi tərsinə çevirdik. Bu maye öz çəkisi hesabına bu porşenə bir təzyiq göstərəcək. O zaman bu porşeni aşağıya doğru hərəkət etdirər. Yaxşı, indi düşünək. Sizin dediyinizi düşünək. Bu porşen aşağıya doğru gəldi. Düzdürmü? Bu porşen aşağıya doğru gəldikdə, deməli, onunla birlikdə maye də aşağı gələcəkdir, düzdürmü? H hündürlükdə maye yox idi mu? Yenə də o zaman bu porşenin üzərində H hündürlükdə maye olmalıdır. Və həmin mayenin yenə bu porşen üzərində yaratdığı təzyiq P olmalıdır, düzdürmü? O zaman siz bu cavaba gəlirsiniz. Bu porşenin üzərindəki maye sütunu aşağı gəldi. Burada porşenin üzərindəki təzyiqi P-dir. L-də heç bir maye yoxdur. Demək ki, L-dəki təzyiq sıfırdır. Bu porşen də aşağıya doğru gəldiyi üçün qazı sıxmış oldu. O zaman qaz sıxıldısa qazın təzyiqi artmalıdır. Qazın birinci halda təzyiqi elə 3P idi. Bu qaz sıxılıbsa o zaman təzyiqi 3P-dən böyük olmalı. Məsələn 5P, 6P olmalı. Yəni artıq bu qazın təzyiqi 5P-dir. Yəni bu qaz da bu porşenə aşağıdan yuxarıya doğru 5P-lik bir təzyiq göstərir. Qazlar hər yerə təzyiqi bərabər ötürürdü. Yaxşı, aşağıdan porşenin üzərinə göstərilən təzyiq 5P-dir. Yəni 6 dolar, 7 dolar, 10 dolar hər şey ola bilər orada. Yuxarıdan aşağı isə göstərilən təzyiq P-dir. Bu porşen tarazda qala bilərmi?
Xeyr, qala bilməyəcək. Çünki aşağıdan göstərilən təzyiq böyük olduğu üçün, yəni aşağıdan yuxarıya doğru porşenə daha böyük təzyiq göstərilir. O zaman porşen yuxarı qalxmağa çalışır, düzdürmü? Aşağı gəlməz. Yəni bu vəziyyətdə porşenin tarazda qalması mümkün deyil. Demək ki, buradan bu nəticəyə gəlirik ki, yuxarıdakı maye o porşeni aşağıya doğru sıxa bilməz. Çünki aşağıdakı qazın təzyiqi mayenin yaratdığı təzyiqdən daha böyükdür. Onun üçün porşen aşağı hərəkət edə bilməz. Bəs yaxşı, porşen yuxarı hərəkət edə bilərmi? Edə bilməz. Niyə? Çünki mayeləri sıxmaq mümkün deyil. Yəni bu porşenə hələ birinci halında aşağıdan yuxarı göstərilən təzyiq 3P, yuxarıdan P, o zaman bu porşen yuxarı qalxsın. Mayeləri sıxmaq mümkün deyil. Mayələr sıxılmır. Onun üçün porşen yuxarı da hərəkət etməz, olduğu yerdə qalır. Deməli, baxın, aşağıda qazımız var. Burada qaz var. İkinci şəkil üzərinə gedək. Orada çox yazdıq. Burada da maye vardı, düzdürmü? Maye sütununun hündürlüyü də burada H qədərdir. Bura L nöqtəsidir, bura K'dır. Dedik ki, qazların təzyiqi dəyişməyəcək. Çünki qaz burada sıxılmadı və genişləmir. Yəni porşen nə aşağı gəlmir, nə yuxarı qalxmır. Qazın sıxılması olmadı. Həcmi dəyişmədi qazın. Qazın həcmi dəyişmirsə, qazın təzyiqi də dəyişməyəcək. Yəni burada qazın yaratdığı təzyiq yenə 3P-dir. Yəni K nöqtəsindəki qazın təzyiqi 3P-dir. Bax, qazın təzyiqini yazdığınız zaman üzərindən götürüb P-ni də gəlməyəcəksiniz. Çünki bu porşen aşağıdan yuxarı 3P-lik bir təsirə məruz qalır. Yuxarıdan isə mayenin yaratdığı təzyiq var. Hündürlüyü dəyişmədiyi üçün H-dır. K nöqtəsindəki təzyiq olduğu kimi qalacaq. Yəni elə 3P-dir. 3P şəklində də qalır. Qazlar təzyiqi hər yerə bərabər ötürür. Keçdi indi yuxarı. Biz sizin bu halınıza uyğun baxdıqda bu maye aşağı düşdü. O zaman L'dəki təzyiq sıfırdır. Çünki maye yoxdur orada. Amma burada bir maye var, düzdürmü? Bu porşen hərəkət etmədiyi üçün buradakı həmin H hündürlükdəki maye olduğu kimi də qalıb. Yaxşı, mayelər yuxarıya bir təzyiq göstərmir. Kənarlara və aşağı təzyiq göstərir. O zaman L'dəki təzyiq yenə də sıfırdır. Amma elə deyil. L'də də bir təzyiq var. Necə bir təzyiq var? Bu porşenə aşağıdan yuxarı 3P-lik bir təzyiq göstərilir, düzdürmü? Yuxarıdan aşağı isə bir P-lik təzyiq var. Yəni hal-hazırda təzyiqlərin bir-birinə bərabərliyi yoxdur. Yəni porşenə aşağıdan daha çox təzyiq göstərilir. Hətta aşağıdan göstərilən təzyiq hal-hazırda 2P qədərdir. Niyə? Aşağıdan yuxarı 3P təzyiq var, yuxarıdan aşağı P-nin maye təzyiqi var. Əvəzləyicisi 2P-dir. Yəni bu P-ni tarazlaşdırdıqdan sonra porşenin üzərinə aşağıdan yuxarı göstərilən bir 2P-lik təzyiq var. O 2P nədir? Qazın porşenə göstərdiyi təzyiq, yəni qazın maye üzərində yaratdığı təzyiqdir, düzdürmü? Xaricdən göstərilən bir təzyiqdir. Pascal qanununu yadımıza salaq. Qapalı qablarda maye və qazlara xaricdən göstərilən təzyiq dəyişmədən bütün nöqtələrə bərabər ötürülürdü. Deməli, bu qazın xaricdən göstərilən təzyiq kimi düşünək. Xaricdən bu mayenin üzərinə bir 2P-lik təzyiq gəlir. O zaman həmin 2P-lik təzyiq maye üzərində bütün nöqtələrə bərabər ötürülməlidir. Yəni artıq bu mayenin hər bir nöqtəsində yaranan təzyiq 2P qədər olur. Demək ki, bu L nöqtəsinə də göstərilən təzyiq 2P-yə bərabər olacaq. Bunu ikinci tərəfdən belə də düşünə bilərdik, heç Pascal qanununa baxmadan. Aşağıdan porşenin üzərində 3P var, yuxarıdan P var. Bu maye bu divara sıxılmağa başlanır, düzdürmü? Aşağıdan göstərilən təzyiq böyük olduğu üçün maye bu divara sıxılmağa başlanır. Yuxarı hərəkət edə bilmədiyi üçün divara müəyyən bir təzyiq göstərməyə başlayır. Divara göstərdiyi təzyiq nədirsə, divarın göstərdiyi təzyiq də o qədər olmalı. 2P ilə sıxılır divar, elə deyilmi? Aşağıda yəni 3P minus P-dən 2P ilə divara sıxılır. O zaman bu divar da mayeni 2P ilə aşağıya doğru itələyəcək və o zaman porşen yuxarıdan da aşağıdan da 3P-lik təzyiqin altında tarazda qalar. Həmin bu 2P bu L-dən də çıxacaq elə təzyiqdir. L nöqtəsindəki təzyiqi demək ki, aldıq ki, 2P-yə bərabərdir. K-dakı 3P-dir, L-dəki isə 2P-dir.